Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk eləməlidir. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagram hesabında canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb. Onun sözlərinə görə həyatda ən mühüm qərarlardan biri ailə qurmaqdır və düzgün seçim ən əhəmiyyətli şərtdir. Hər şeyin bir vaxtı olduğu kimi evlənməyin də öz vaxtı var. Lakin sırf evlilik yaşı gəlib deyə uyğun olmayan biri ilə ailə qurmaq da düzgün fikir deyil. Yaş ötdükdən sonra ailə quranların bir-birinə uyğunlaşması çətin olur. Çünki yaş artdıqca artıq şəxsiyyət formalaşır, xasiyyətlər möhkəmlənir, xarakter və fikirləri dəyişmək çətin olur. Evlənməyə qərar verən şəxs bunun nə qədər məsuliyyətli olduğunu dərk eləməli və özünü buna tam hazır hesab etdiyi, seçiminin düzgün olduğundan tam əmin olduğu zaman bu addımı atmalıdır. Leyla Bəşirova qeyd edib ki, son araşdırmalara görə ideal evlilik yaşı isə 25-30 yaş aralığı hesab olunur.